Deyirəm bu cəmaət görəsən öz işi ilə niyə məşğul olmur? Qardaş, bambuk panelləri Azərbaycana ilk mən gətirmişəm. Yəni bunu bilməyə ehtiyac yoxdur. Lazımdırsa fotoşəkil, fototarixlə sizə sübut eləyərəm semellərlə, invoicelarından. Amma günü bugün bambuk paneli pisləyirlər. Güya ki başqa yerdə keyfiyyətsizdir. Qardaş, bu qədər bambuk paneli mən gətirmişəm, mən tanıtmışam. Mən də qardaş ən keyfiyyətsini seçib gətirirəm. Məndən sonra görüb gətirdiniz, heç nə demirik, yaxşı heç gətirirsiniz. Amma bu bambuk panelləri qardaşım 120 manata, 130 manata, 100 manata, 90 manata satmağa qardaşım mən ondan da yarısına satıram, yarı qiymətinə. Və plus da heç olmaya bu 100 manatlıq, 80 manatlıq məhsula görə öz əxlaqınızı qoruyun. Hər şeyin əxlaqı var, bu alverin də əxlaqı var, satıcının da əxlaqı var, satışın da əxlaqı var. Mənim qardaşım, bir dənə bax çək buranı. Bax bizdən qardaş ambar maşallah olsun. Bax bu bir ambarımdır. İndi çölə çıxıb real kadr çəkəcəm. Ambarı çək, məhsullarımızı çək. Məhsullarımız da bax bir tır gəlib. Gəl video biraz uzun olar bax, gəl. Bax qardaş, real bax məhsulumuz gəlib. Bax bir tır içərdədir, bir tır içərdədir. Bir tır içərdədir. Bir tır da bax buradadır qardaş. Bax boşaldırır. Fərqli bax bambuk panellərimiz. Çək buranı. Fərqli bambuk panellərimiz. Yəni aldanmayaq, toptancıdan alaq. Bir tır da var buradadır. Bir tır da buradadır, 2 dənə patronumuz da oradadır. Yaxınlaşın toptancıdan əldə. Mənim malımı pisləyirlər, amma 90% bizdən mal alanlardır ki, qardaş. Öz pisləyir ki, nədir orada 10 manat xeyri var. Əxlaqınızı qoruyun, hər şeyin öz əxlaqı var. Alverin də öz əxlaqı var. Təşəkkür edirəm, qulluğunuzdayım, xidmətinizdəyik.